Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbləbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır. Qafqaz İnfonun məlumatına görə, gah A. Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərmələnməsi. Ağır cəzalarla burun-buruna gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır. Elə bununla bağlı Maltanın yerli media orqanı olan Maltese Herald'da yazı dərc olunub. Yazıda deyilir ki, A. Əhmədzadənin Maltadan Britaniyanın Virginia adalarına qədər uzanan bir sıra offshore şirkətləri var. Həmin kampaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib. Əhmədzadə və Ağayevin qohum işindən isə əngəlli əməllərin ortaya çıxdığı deyilir. İttihamda deyilir ki, həmin şirkət Maltanın Birzebuğa şəhərində yerləşən neft terminalından istifadə edərək Rusiya kölgə donanması ilə birlikdə Rusiya neftinin qaçaq yolla daşınmasında iştirak edib. Şirkət eyni zamanda Liviyadan qaçaq yollarla əldə olunan neftin ticarəti ilə də məşğul olub. Belə ki, şirkət Rusiya neft ticarəti ilə bağlı AI və Böyük Britaniya səlahiyyətləri tərəfindən araşdırılır. Araşdırmanın mənbəyi isə şirkətin saxta sertifikatlarla Rusiya neftinin Avropaya ixrac olunması ilə bağlı gəzən xəbərlərdir. Media qurumu öz mənbələrinə istinadən yazıb ki, bu söz-söhbətlər Malta hakimiyyətində ciddi narahatlıq doğurub. Nəşr ötən ildən bəri Malta bayrağı altında Rusiya neftinin ticarəti ilə məşğul olan tankerlərin siyahısını da tirajlayıb. Qeyd olunur ki, bu gəmilər Rusiya neftinin xarici bazara daşınması üçün ən məşhur Rus limanları olan Primorsk və Novorossiyskdən istifadə ediblər. Adnan Əhmədzadə haqda iddialar bu 7 tankerlə də kifayətlənmir. Belə ki, Pandora sənədləri də daxil olmaqla ictimaiyyətə sızan məlumatlara görə, Əhmədzadənin adı Britaniyanın Virginia adalarında qeydiyyatdan keçmiş, Choice Management Group Limited'nin də benefisiar sahibi kimi önə sürülüb. Bir neçə gün əvvəl isə Haqqınaz Singapurki və istinadla 10 il əvvəl Dubayda qurulan Kamran Ağayevə məxsus başqa bir şirkət haqda geniş məqalə dərc edib. Bildirib ki, bunker yanacağı və tanker broker xidmətlərinin qeyri-şəffaf dünyasında yer açmaq istəyən başqa bir çevik operator kimi görünürdü. 2022 ilə qədər şirkətin illik gəliri 1 milyard dolları ötdü. Əməliyyatları 60 ölkəyə genişləndi və o, özünü daha təmiz yanacaq və mayeləşdirilmiş təbii qaz bazarında oyunçu kimi yerləşdirdi. Lakin sahibi A. Əhmədzadənin həbsindən sonra şirkət özünü geosiyasi və hüquqi fırtınanın epizentrində tapdı. Hazırda Adnan Əhmədzadənin işlərini idarə edən digər yaxınlarından fərqli olaraq, Kamran Ağayevdən ümumiyyətlə xəbər yoxdur. Azərbaycanı tərk etmiş Kamran Ağayevin gizlənməsinin onun barəsində təbii olaraq əsaslı şübhələr yaradacağı, barəsində atılacaq addımların gizli biznes şəbəkəsini alt-üst edəcəyi və məsuliyyətə cəlb edilmək üçün əsas yaradacağı aydındır. Əsas sual isə belə səslənir. Azərbaycandan mənimsənilən pullarla hara qədər gizlənə bilərsən?